bizim vətənimiz Azərbaycandır. Ölkəmizin paytaxtı və ən böyük şəhəri Bakı şəhəridir. Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Azərbaycanın Bakıdan başqa Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan, Şuşa, Şəki kimi şəhərləri də var. Dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Vətənimizi ikinci dəfə müstəqilliyinə qovuşduran ümummilli liderimiz Heydər Əliyevdir. Hazırda ölkəmizin prezidenti İlham Əliyev, birinci xanım isə Mehriban Əliyevadır. Dövlət dilimiz Azərbaycan dili, milliyyətimiz Azərbaycanlıdır. Düşmənimiz illər öncə torpaqlarımızı işğal etmiş ermənilər. Qardaş ölkələrimiz isə 2020-ci ildə torpaqlarımızı işğaldan azad etməkdə ölkəmizə dəstək olan Türkiyə və Pakistandır. Azərbaycan tolerant ölkədir. Yəni ölkəmizdə müxtəlif dinlərdən olan insanlar yaşayır. Əhalinin çox hissəsi isə İslam dininə inanan müsəlmanlardır. Müsəlmanlar adətən namaz qılır, məscidə gedir, oruç tutur və İslam dininə aid ayinləri icra edirlər. İslam dininin müqəddəs kitabı Qurani Kərimdir.